Ankarada keçirilən NATO sammiti qlobal siyasətin nəbzini tutmağa davam edir. Paytaxtda fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyü bir vaxtda pərdə arxası maraqlı gəlişmələr yaşanır. ABŞ prezidenti Trump müttəfiqlər qarşısında yeni şərt qoyub. Vaşinqton üzv ölkələrdən Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə birbaşa dəstək tələb edib. Sammiti addım-addım izləyən Kremldən isə reaksiya gecikməyib. Dmitri Peskov Ankaradan gələn bəyanatların dialoqa yox, qarşı durmaya xidmət etdiyini bildirib. Sammitin ən böyük sürprizlərindən biri Kanadadan gəlib. Ottawa Alyans çərçivəsində 133 milyard dollar büdcəsi olan yeni müdafiə və təhlükəsizlik bankının yaradılmasını təklif edib. Bu layihəyə qoşulacaq ilk 10 ölkə məhz Ankaradan elan olunacaq. Günün kulminasiya nöqtəsi isə bu axşam baş tutacaq rəsmi şam yeməyidir. Masanın əsas qonaqları arasında Ukrayna prezidenti Vladimir Zelenski və Avropa İttifaqı rəhbərliyi də var. İndi hamı bu şam yeməyindən çıxacaq böyük qərarları gözləyir.